Əziz bilgələr, bu dəfə sizə test çəkib paylaşıram. Hansı testlərdir bunlar? YouTube'da özümün hazırladığım testlərdir. Deyirəm ki, qoy bunların bir izahını da çəkim paylaşım imtahan qabağı. Bəlkə buradan hansısa bir cümlə getdi imtahanınıza düşdü. Testin birini belə tərtib eləmişəm ki, Qubalı Fətəli xan və Hacı Çələbi xan üçün oxşar cəhət deyil. Yəni, oxşar olmayan cəhəti seçməlisiniz. Gördüyünüz kimi, mən də burada deyil sözünü xüsusi işarəyə almışam, dairələmişəm ki, diqqətli olun. Və siz də ona görə işləyəndə diqqətli olmaq üçün sondakı sözü işarələməlisiniz. Birinci növbədə Fətəli xan hakimiyyət ilini danışıram. Hakimiyyətə gəlmişdi 1758-də, davam eləmiş 89-a qədər. Hacı Çələbi isə 1743-də deyək gəlib hakimiyyətə, 55-ə qədər hakimiyyəti davam eləmişdi. Sualımızın birinci variantında, yəni A variantında deyir ki, Cənub Azərbaycana yürüş etməsi. Bu hər ikisi üçün oxşar xüsusiyyətdir. Niyə? Məsələn, Qubalı Fətəli xan 1784-cü ildə Ərdəbilə yürüş eləmişdi. Hacı Çələbidəki Təbrizə yürüş eləmişdi. İli verilməyib bizə, amma Hacı Çələbinin yürüşü uğursuz olur. Yəni, burada ikisi üçün oxşar olduğu üçün A variantının üstündən bir qoyuram, xət. B variantında deyir ki, Qarabağ xanlığı ilə mübarizə aparması. Məsələn, Qubalı Fətəli xan 1780-81-ci illərdə İbrahim Xəlil ilə mübarizə aparır, uğursuz olur. Hacı Çələbi isə 1748-də Bayat savaşında Pənahəli ilə mübarizə aparır, o da uğursuz olur. Yəni, bu da oxşar xüsusiyyətdir. Bunun da üstünə bir dənə xət qoyuram. Sonra deyir C variantında gürcülərlə mübarizə aparılması. Qubalı Fətəli xan Calduşan döyüşündə gürcülərlə mübarizə aparır. Çünki ona qarşı yaradılmış ittifaqın içində gürcülər də var idi. Hacı Çələbi onsuz elə gözünü açandan gürcülərlə mübarizə apardı. 1751-1, 1752-2 bunları misal göstərmək olar. Yəni, bu da oxşar xüsusiyyət olduğu üçün üstünə bir xət qoydum. Sonuncu variant isə Şamaxı xanlığının asıl salınmasıdır. Baxın, Hacı Çələbi 1755-ci ildə Şirvana yürüş eləsə də uğursuzluqla nəticələnir. Amma Fətəli xan 1768-də tamamilə Şamaxını asıl salır özündən. İndi siz mənə rəylərdə yazın görüm, Hacı Çələbinin Şamaxını asılı sala bilməməsinin səbəbi nə idi?